Bugün Azərbaycanda gündüz günorta çağı əli çıraqlı vətəndaş cəmiyyəti nümayəndəsi axtarırlar ki, axırıncı harda gizlənib, onu da tapıb həbs eləyəcəksin. Bu vəziyyətdə necə bütün ölkənin taleyini ancaq 5-10 min nəfər fəal müxalifətçidən tələb eləmək olar? Biz zaten öz təcrübəmizdə dəfələrlə cəhd eləmişik. Bilə-bilə ki, bu 10 minlərlə insanın mübarizəsi ilə bu dəyişməz, avtoritar rejimi dəyişmək üçün daha böyük qüvvə lazım. Amma bir neçə dəfə biz cəhd eləmişik. Axı, bu eyni adamların üzərinə bu yüklənməli deyil. Ona görə yox ki, sadəcə bu insafsızlıqdır ki, işsizlikdə, həbsxanada, işgəncədə, məhkəmələrdə iştirakda, həbsxana yollarında qalmaqda, siyasi məhbuslara baxmaqda eyni adamların üzərinə yüklənsin. Təkcə bu ədalətsizliyə görə demirəm, eybi yox, qurbandır. Bütün hamısı millətimizə, bütün əziyyətləri biz çəkək. Amma bu mümkün deyil axı. 5, 10, 15 min adamla 10 milyonluq ölkəni xilas eləmək mümkün deyil.